Deməli, fail hansı proqramda yaradılıbsa, həmin proqramın formatı fayla verilir. Yəni, failin hansı proqramda yaradıldığını biz bilməliyik. Deməli, baxın bir dənə. İş masasında görürsünüz, mənim ekranımda çoxlu faillər var iş masamda. Bu faillərin hər biri başqa-başqa proqramlarda yaradılıb, yəni çoxu. Baxın, məsələn, burada belə summativlər var, blok sxem tapşırıqları faili var. Bu faillərin ikonuna baxsaz, ikon dedik simgə idi, simgəsinə baxsaz, görərsiniz ki, bunun üzərində W yazılıb sanki. Yəni, bu failin ikonudur. İkon da bu Word sözünün baş hərfidir. Bu Word proqramında yaradıldığına görə məsləhət müəlliməsiz birindən çıxış edin. Çıxıram bu dəqiqə. Aha. Aha. Deməli, mikrofonları da bağlayın, zəhmət olmasın. Niyə çıxmır qoşulur? Çıxa bilmədiniz? Çıxmaq istəyirəm. Niyə açıq? Aha, çıxdı. Yaxşı, deməli, müəllimlər. Görür sayın. Eyb yox, müəllimə. Deməli, baxın, hər bir failin üzərində sağ düyməni vurub, properties əmrini icra etsəz, yəni xüsusiyyətlər, o zaman həmin failin formatının, tipinin və yaxud da uzantı deyirik buna və yaxud da ad genişlənməsi deyirik. Uzantısının nə olduğunu görə bilərsiniz. Baxın, deyir failin tipi PNG tipindədir. PNG şəkil failidir, Paint proqramına aid formatdır. Və yaxud da buradan çıxıram, burada gəlirəm, belə bir salam adlı mətn failimiz var. Bunun üzərində sağ düyməni vururam, properties əmrini icra edirəm. Bu zaman deyir ki, bu doc formatında olan bir faildir. .doc. Bu failin uzantısıdır. Failin adı baxın bu hissədə yazılıb. Görürsünüz salam 2. Failin uzantısı .docx-dir. İndi mən lövhəyə keçid edirəm. Müəllimlər, failin adı, bayaq dedik, maksimum 255 simvoldan ibarət ola bilər. Ümumiyyətlə, failin adı iki hissədən ibarətdir. Birincisi, bayaqki failə görə yazıram. Salam.docx. Tutaq ki, belə bir failim var. Baxın, failin adı iki hissədən ibarət. Nöqtədən əvvəlki hissə failin əsas adıdır. Nöqtədən sonraki hissə failin uzantısıdır. Baxın, bura uzantıdır. Burada əsas adıdır. Uzantının digər qarşılıqları tip, format və yaxud da ad genişlənməsi. Buradan sığmadı genişlənməsi. Deməli, müəllimlər, tip deyəndə bilin ki, söhbət uzantıdan gedir. Format deyəndə uzantı, ad genişlənməsi uzantı. Yəni, bunlar uzantı deyəndə nöqtədən sonraki hissə nəzərdə tutulur. İndi biz bayaq dedik ki, failin əsas adı 255 simvoldan ibarət ola bilər. Buradan yazıram. Failin nöqtədən əvvəlki hissəsi 255 simvoldan ibarət ola bilər. Failin uzantısı, yəni bu nöqtədən sonraki hissə maksimum 5 simvoldan ibarət ola bilər. O zaman bizdən soruşsa ki, failin adı neçə simvoldan ibarət ola bilər? Tam adı belə deyək, neçə simvoldan ibarət ola bilər? Deyirsiniz 255 bunun əsas ad hissəsidir, 5 də bunun uzantısıdır. Maksimum 260 simvoldan ibarət ola bilər. Sizə belə bir sual desək ki, fail və qovluqların adında maksimum neçə simvol istifadə etmək olar? Deyəcəksiniz 255. Desək ki, failin uzantısı ilə birlikdə tam adında neçə simvol istifadə etmək olar? Yəni, əsas adında da belə deyək. 260 simvol istifadə etmək olar. Və bu hissəni unutmursunuz. Bu da vacibdir. Sonra keçək indi failin yoluna və failin tam adına. Baxın, müəllimlər, indi mən sizinlə yenidən iş masamı paylaşıram. İş masama daxil olaq. Deməli, baxın, burada
Ee, Mesela bayaqların biz salam adlı faylımız var idi. Gəlin elə bu faylın üzərində gedək. Baxın, bunun üzərində sağ düyməni vurub Properties əmrini icra etdikdə burada belə bir baxın, faylın location yazılan hissəsi var. Faylın yolu. Birinci biz dedik faylın adı. Sonra dedik faylın uzantısı, yəni tipi. Burada da bu locationda faylın yolu yazılır. Yəni bu fayl harda yerləşir? Baxın müəllimlər, bu fayl C diskinin içərisində olan users papkasının içərisində olan bu 99455 papkasının içərisində olan desktop papkasının içərisində yerləşir. Və bu gördüyünüz bax buradan bura qədər olan hissə adlanır faylın tam yolu. Yəni faylın yolu. Bir də var faylın tam adı. Faylın tam adında indi bunları yazılı şəkildə sizə göstərəcəm. Faylın tam adında desktopdan sonra bir dənə də sola əyilmiş xətt çəkilir və salam 2.docx yazılır. Baxın, gəlin indi o haqqda biraz danışaq. Buradan sual çox gəlir. Bu vacib hissədir. Deməli, bir dəqiqə. Deməli, müəllimlər, faylın, bax buradan yazırım, siz də mənim kimi yazın. Rahib. Faylın tam yolu və yaxud da eləcə yolu. Faylın tam yolu və yaxud da yolu. Bir də var faylın, gəlin bunu biraz aşağıdan yazaq. Bir də var faylın tam adı. Deməli, müəllimlər, faylın tam yolu deyəndə nə nəzərdə tutulur? Bayaq kimi gəlin yazaq. C diski, sola əyilmiş xətt. Tutaq ki, olsun desktop, daha doğrusu users, bayaqkini yazıram. Users. Bunun içərisində 99455 idi, səhv etmirəmsə. Bunun da içərisində desktop idi. Bu faylın tam yoludur. Amma faylın tam adı deyəndə C diski, users, 99455, desktop, bir də faylın özünün adını da burada yazırıq. Salam 2 nöqtə. Burada sığışmadan müəllimlər, biz xırda-xırda yazım. Tam görəsiz. Deməli, salam 2 nöqtə docx. Baxın, bax bu gördüyünüz ikinci faylın tam adıdır. Birinci faylın tam yoludur. İndi burada nəyə fikir verirsiniz? Faylın tam yolu deyəndə orada heç vaxt faylın adı olmur. Faylın adı deyəndə amma faylın adı deyəndə. Baxın burada baba faylın görürsünüz adı da olur. Faylın özünün adı da olanda faylın tam adı, öz adı olmayanda tam yolu. Bax bunu yadınızdan çıxartmayın. Deməli müəllimlər, indi gəlin sizlə faylın və qovluğun fərqlərinə baxaq. Fayl və qovluğun bir-birindən fərqi nədir? Baxın, iş masasını paylaşıram sizlə yenə. Biz dedik faylın uzantısı olur. Yəni hansı proqramda yaradılıb? Həmin proqram faylı tip verir ki, bu proqramda yaradılıb. Biri də var ki, əgər o obyekt proqramda yaradılmırsa, o zaman onun uzantısı da ola bilməz. Uzantı ona görə olur ki, o həmin proqrama aid olduğunu göstərsin. Məsələn, burada belə bir qovluğum var. Görürsünüz, bu cüt 2 qovluğu olan. İndi müəllimlər, baxın, bu cüt 2 qovluğun üzərində sağ düyməni vururam. Properties həmini icra edirəm. Bir verin. Bunun adı cüt 2'dir. Tamam. Baxın, tipinə, yəni uzantısına eləcə yazıb qovluqdur. Da burada nöqtə doc, nöqtə nə bilim, ppt, nöqtə png heç bir şey yazmıyor. Çünki qovluğun uzantısı olmur. Çünki qovluq heç bir proqram tərəfindən yaradılmır. Birbaşa əməliyyat sisteminin özündə yaradılır. Ona görə də qovluqla faylın birinci fərqi faylın uzantısı olur, qovluğun amma uzantısı olmur. Baxın, qovluğun da fayl kimi tam yolu olur.
Amma qovluğun tam adı da, tam yolu. Baxın, qovluğun tam adı deyəndə, baba bu qovluqdur da elə. Qovluğun tam adı deyəndə yerə bayaqçı kimi yazacaqsınız. Desktopdan sonra, bu desktopdan sonra sola əyilmiş xətt qoyub cüt 2 sayt. Bu qovluğun tam adıdır. Amma qovluğun tam yolu deyəndə həmin bax bu ada qədər olan hissə nəzərdə tutulur. Yəni lövhəni paylaşım, bunu da yazaq orada. Baxın müəllimlər. Deməli, bunlar failə aid idi. Bir də var qovluğa aid. Buradan yazıram. Qovluğun tam adı, daha doğrusu tam yolu olsun. Birincisi. İkincisi də qovluğun tam adı. Qovluğun tam yolu. Məsələn, gəlin bayaqçı qovluğun tam yolunu yazaq. C diski, users, bu 455 qovluğun içində yerləşən desktop qovluğu. Bax, bu qovluğun o cüt 2 sayt qovluğu var idi ha. Həmin qovluğun tam yoludur. Çünki burada cüt 2 sayt qovluğunun adı keçməyib. Amma qovluğun tam adı desə, C diski, yaxınlaşdırım bir dəqiqə. Ha. C diski, users, 99455, desktop. Bunun da içərisində cüt 2 saytı yazaq. Çünki qovluğun tam adı deyil. Yəni öz adı daxil hamısını, buna qədər gələn yolun hamısını qeyd eləmək lazımdır. Bu da oldu qovluğun tam yolunla qovluğun tam adı. Buradan dediyim kimi çox sual gəlir, diqqətli olursunuz. Sonra mən etdiyimin vəsaitini yenə açıram. Həm sırayla gedək, həm də o kitabdakı şəkillər bizə müəyyən qədər kömək eləyəcək. Siz də oxuyanda daha rahat başa düşərsiniz yəqin ki. Deməli, müəllimlər, baxın, failin burada dedik, ha, ipuçlarından. Failin adını keçdik. Nöqtədən əvvəlki hissə. Dedik, 255 simvol olur. Failin tipi, nöqtədən sonraki hissə. 5 simvol olur. Failin tipi və failin uzantısı əslində dedik, eyni şeydir. Failin tipi də, failin uzantısı da, hətta burada failin ad genişlənməsi də yaza bilər. Bunlar hamısı nöqtədən sonraki hissəni göstərir. Bunun da uzunluğu maksimum 5 simvola bərabər ola bilər. Qovluq dedik içərisində fail saxlamaq və yaxud da qovluq saxlamaq üçündür. Qovluğun dediyi adında maksimum 255 simvol istifadə olunur. Qovluğun uzantısı yoxdur. Bu qovluğun faildən fərqini göstərir. Adi qovluq istifadəçi tərəfindən yaradılan qovluqdur. Bundan danışdıq. Xüsusi qovluq dedik ki, birincisi My Computer, ikincisi Control Panel. Gəlin üçüncü xüsusi qovluğumuzla davam edək. Üçüncü xüsusi qovluğumuz Recycle Bin qovluğudur. Deməli, müəllimlər, Recycle Bin zibil qutusudur. Telefonlarda da var, kompüterlərdə də var. Əməliyyat sistemi, baxın burada, əməliyyat sistemi yüklənəndə bu tərəfə gətirirəm, rahat görək. Əməliyyat sistemi yüklənəndə əməliyyat sisteminin öz üzərində gələn qovluqlardan biridir. Biz yaratmırıq. Recycle bin qovluğunun istəsəz adını dəyişə bilərsiniz. Adını dəyişmək mümkündür. Müəllimlər, Recycle bin qovluğuna nə düşür? Hər hansısa bir qovluğu və yaxud da faylı klaviaturadan delete klavişindən siliriksə, o zaman baxın bunu seçdim. Delete və yaxud üzərində sağ düyməni vurub, baxın delete əmrini icra etsək, o zaman gedib düşəcək recycle binə. Baxın artıq recycle binin içərisi doldu. Gördünüz? Yəni orada nəsə olduğunu göstərir. Ctrl Z ilə bunu geri qaytara bilirik müəllimlər. Baxın geri qaytardım. Yəni bunun içərisində artıq yoxdur. Belə geri qaytaranda həminki yerə düşmür. Yəni gəlir bir başqa yerə düşür. Buralarda yəqin ki, cüt 2 qovluğunu görəcəyik. Deməli, baxaq görək hara düşdü.
Adı cüt 2 idimi? Aha, buradadır. Görürsüz? Və gəlib bura düşür. Deməli, Ctrl Z əməliyyatı ləğv etdim. Hansı ki, mən bu qovluğu silmişdim. Deməli, qovluğu necə sildik? Bir də deyirəm. Üzərində sağ düyməni vururuq və delete klavişini icra edirik və yaxud da götürüb qovluğu həmin bu recycle binin içərisinə ata bilərsiniz. Bu şəkildə də qovluğu silə bilirik. Faylı da götürüb recycle binin içərisinə ata bilərsiniz. Yəni, nəyi recycle binin içərisinə atsaz, onu silmiş olursunuz. Amma recycle binə daxil oluram. Baxın, sildiyim qovluq və sildiyim fayl hər ikisi burada durur. Çünki mən delete klavişini vuranda bir dəfəlik silmir. Ya, zibil qutusuna atır. Əgər siz verilmiş faylı və yaxud da qovluğu bir dəfəlik silmək istəyirsinizsə, o zaman Shift Delete'dən istifadə etməlisiniz. Gəlin bunun içərisində olan faylları və qovluğu bərpa edək. Baxın, əgər Recycle binin empty recycle bin əmrini icra etsəz, recycle bindəki bütün obyektlər silinəcək. Əgər restore all items etsəz, recycle bindəki bütün belə deyək də, qovluq və fayllar əvvəlki yerinə bərpa olunacaq. Baxın, hal-hazırda recycle bindən silindi, əvvəlki yerinə bərpa olunur. Baxın, buradadır, bayaqçı da yəqin ki, buralardadır, yenə də yerini dəyişdiyinə görə tam bilməyəcəm hansı olduğunu. Deməli, müəllimlər, əgər istəyirsinizsə ki, sizin belə deyək də, şəkilləriniz və yaxud da fayllarınız, hər hansısa fayllarınız deyək, bir dəfəlik silinsin, onda nə etmək lazımdır? Gəlin, buradan lazımsız bir fayl tapaq. Məsələn, bu Excel sənədi var burada. Gəlin, bunu bir dəfəlik silək. Bunu bir dəfəlik silmək üçün istifadə etməliyik. Biz, qoy bunları aşağı ataq. Aha. Shift Delete'dən. Baxın, klaviaturadan Shift klavişi, bir də Delete klavişini bir yerdə klikləyəndə belə bir dialoq pəncərəsi açılır. Bizdən soruşur ki, bu qovluğu silmək istədiyinizə əminsinizmi? Bəli, artıq getdi. Baxın, recycle bin boşdur. Görürsünüz, içərisinə heç nə düşmədi. Çünki mən, baxın, içərisində açdım, boşdur. Çünki mən həmin qovluğu bir dəfəlik sildim. Yəni, bir də geri qaytarmaq mümkün deyil. Deməli, gəlin keçək lövhəmizə. Bir-iki dənə keçdiklərimizdən qeyd yazaq. Qeydimizi yazaq ki, öyrənə bilək. Siz də mənlə bərabər qeyd eləyin. Deməli, delete-lə, baxın, mən qısaca yazacağım, siz özünüz istəyirsiniz, sonra geniş yazarsınız. Delete zibil qutusuna atır. Shift delete bir dəfəlik silir. Ctrl plus Z, yəni Ctrl-la Z hərfini birgə klikləyəndə zibil qutusuna düşmüş ən son faylı, amma burada bir şərt var, ha. Əgər sonuncu əməliyyat delete olubsa, yəni siləndən sonra, məsələn, hansısa papkanı yaratmışamsa, başqa bir əməliyyatlar icra etmişəmsə, Ctrl-Z artıq axırıncı icra etdiyim əməliyyatı geri qaytaracaq. Ona görə qaytarmayacaq. Ona görə burada belə bir şərt yazıram. Zibil qutusuna düşmüş ən son faylı, əgər sonuncu əməliyyat delete olubsa, onu belə deyək də qaytaracaq. Bunları qeyd edirsiniz, müəllimlər. Bəli. Qeyd elədinizmi? Bu belə. İndi müəllimlər, zibil qutusunla bağlı
xüsusi bir məqam var. Gəlin onu da qeyd edeyim. Əməliyyat sistemləri o qədər uzun mövzudur ki, bəlkə də yox, informatikada ən uzun mövzumuz əməliyyat sistemləridir. Ona görə biraz xırdalıq çoxdur. Deməli, müəllimlər, biz belə eləyirik. Ə, Sibil qutusunun içərisini gəlin necə boşalda bilirik? Bundan bayaq danışdıq. Dedik, sibil qutusunun içərisinə daxil olub. Ya əgər nəsə varsa, burada indi heç nə yoxdur, gəlməyəcək. Bir dəqiqə nəsə ataq. Məsələn, bunu atdım zibil qutusuna. Zibil qutusunun içərisini baxın, bir dəfəlik boşaltmaq istəyirsinizsə, içərisində heç nə qalmasını istəyirsinizsə, empty recycle bin əmrindən istifadə edirsiniz. Restore all items hamısını geriyə bərpa edir. Bundan başqa zibil qutusunun içərisini bir dəfəlik boşaltmaq istəyirsinizsə, üzərində sağ düyməni vurursunuz. Belə bir kontekst menümüz açılır. Sağ düyməni vuranda həmişə kontekst menüsü açılır. Buradan empty recycle bini vuranda zibil qutusunun içərisindəki bütün elementlər silinəcək. O element mənə lazım olduğuna görə mən bunu geri bərpa edirəm. Aha. Deməli, bu belə. Recycle binlə bağlı bir də dedik xüsusi məqamımız var. Gəlin qovluğun içərisini açaq. Baxın, düz 2 qovluğun içərisini açdım. Burada belə bir indeks adlı fayl var. Gəlin burada 2 dənə qovluq yaradaq. Baxın, qovluğun birinin adına verirəm Quba. Və yaxud da gəlin vətənimizi yazaq. Şəmkir, dedəyəm. Deməli, Şəmkir. Şəmkir qovluğumuz var. Yəqin ki, başqa bölgələrdən olanlarımız da var. Mətənət müəllimi, Qazax da yaza bilərdik. Deməli, burada Nəhayət da olun müəllimə, xoşdur. deməli, burada yenə Şəmkir yazıram. Baxın, müəllimlər, əgər bir qovluğun içərisində 2 dənə eyni adda qovluq və yaxud da fail saxlamaq istəsəz, əməliyyat sistemi belə bir xəta mesajı verəcək və deyəcək ki, əvəzləyəkmi? Yəni, burada ikisini eyni anda saxlaya bilməzsiniz. Ona görə ancaq biri qalacaq. Deməli, bir qovluğun içərisində, eyni qovluğun içərisində 2 dənə eyni adda qovluq və yaxud da fail saxlamaq olmaz. Bax, bu özü bir şərtdir. Qovluğun içərisində 2 dənə eyni adda fail və yaxud da qovluq saxlamaq olmaz. Aydındır, müəllimlər. Bunu qeyd eləyin. Bir də deyirəm, qovluğun içərisində 2 eyni adda fail və yaxud qovluq saxlamaq olmaz. Bunu yazdınız yəqin ki. Amma belə saxlaya bilərsiniz. Məsələn, bunun içərisində bir dənə qovluq açdım. Tutaq ki, new folder qovluğu. New folderın içərisinə daxil olub, burada Şəmkir adlı qovluq yarada bilərsiniz. Çünki artıq bu qovluq bayaqçı qovluqla eyni qovluqda sayılmır. Ona görə belə yaratmaq mümkündür. İndi müəllimlər, gəlin bu recycle bindən bağlı bayaqçı xüsusi məqamı qeyd edeyim. Biz dedik ki, əməliyyat sistemində eyni qovluğun içində eyni adda fail və yaxud da qovluq saxlamaq olmaz. Recycle bin burada istisnadır. Yeganə qovluqdur ki, recycle binin içərisində 2 dənə eyni adda fail və yaxud da qovluq saxlamaq olar. Baxın, məsələn, mən burada 2 dənə qovluq yaradım eyni adda. Daha doğrusu belə eləyək də. Birincini yaradaq, çünki eyni adda yaradanmaram. Birincini yaradaq, hara düşdü bu? Bura. New folder 2. Bunu götürürəm, atıram, recycle binə. Artıq baxın, iş masasında o qovluq qalmadı. Təzədən bir dənəsində yaradıram. Deməli, new'dan daxil oluruq folderə. Baxın, yenə new folder 2 adında qovluq yaradıram. Bunu da atıram, recycle binə. İndi baxın, müəllimlər. Recycle binin içərisinə daxil oldum. Görürsünüz, burada 2 dənə eyni adda qovluq var. Yəni, bayaq dediyim məsələdə recycle bin xüsusidir. Yəni, burada artıq biz 2 eyni adda qovluq saxlamağımız mümkündür. Bunu da qeyd eləyərsiniz.
İndi gəlin keçək yenə dimə. Görək burada nəyimiz qaldı demədiyimiz. Dimin vəsaitini görə bilirsiniz. Bəli. Hə. Deməli, qısa yol simgə anlayışını bayaq dedim. Dedik ki, simgə kondur, yəni qovluğun və yaxud da fail necə görünür, həmin şeydir. Kontekst menüsünü gələn dəfə keçəcək. Bu biraz uzundur. Qısa yolumuz qaldı. Bunu keçək. Müəllimlər, bəzən iş masasında olan obyektlərin üzərində belə bir ox işarələri görürsünüz. Yəqin ki, baxın. Məsələn, Python tapşırıqlar qovluğunun üzərində görürsünüz ox işarəsi var. Məsələn, burada da var. Bandicam proqramının üzərinə baxın. Burada ox işarəsi var. Bandicatda da var. Amma məsələn, burada qovluqlar var, faillər var ki, bunların üzərində ox işarəsi yoxdur. Ox işarəsi nəyi göstərir? Qısa yol olduğunu göstərir. Yəni, əslində, baxın, bu Python tapşırıqlar qovluğunun özü, əsli burada deyil. İş masasında deyil. Əsli başqa, məsələn, mənim C diskimdədir və yaxud da D diskimdədir. Amma bunun burada qısa yolunu yaratmışam. Səbəb odur ki, müəllimlər, Python tapşırıqlar qovluğu həcminə görə çox böyükdür. Və tutaq ki, böyükdür. Hə, yəni belə deyil. Sadəcə bunu göstərmək üçün deyirəm. Yəni bunun həcmi çox böyük olanda bunu gətirib iş masasında yerləşdirmək əlverişsizdir. Yəni iş masasının həcmi böyük olan elementlərlə doldurmaq olmaz. Ona görə bunu kompüterimizin yaddaşında saxlayırıq. Məsələn, D diskimizdə. Bura həmin o qovluğun qısa yolunu əlavə edirik. Baxın, proqramlar var, ha. Kompüterimizdə olan proqramların hamısını yükləyəndə, kompüterimizə endirəndə, quraşdıranda. Sonda bizə belə bir seçim verir ki, iş masasında qısa yolunu yaradaqmı? İş masasında qısa yolunu yaratmağı seçəndə həmin proqramın baxın bu şəkildə iş masasına qısa yolu düşür. Çünki proqramların həcmləri də çox olur. İş masasında belə deyək də həcmi çox olan obyekt saxlamaq olmaz. İndi müəllimlər, bəs bu qısa yolun işi nədir? Funksiyası nədir? Mən bunun üzərində vuranda bu proqram hardadır? Gedir həmin proqramı kompüterin o hissəsindən tapır və açır. Əgər bu qısa yolu buradan silsəm, Bandicam buradan siləsi olsa, onda mən belə deyək də bunu açmaq üçün gedib tapmalıyam kompüterimdən ki, görəsən bu Bandicam proqramı hardadır? Daxil olub oradan açmalıyam. Yəni bu da bizdə vaxt cəhətdən problem yaratdığına görə Bandicam proqramının qısa yolunu bura əlavə etmişik. Qısa yol bunun üçün lazımdır. Proqramlara və yaxud da qovluqlara sürətli formada keçid etmək üçün. İndi gedirəm lövhəmə. Qeyd yazaq bir-iki dənə. Deməli, müəllimlər, lövhədə baxın, qısa yol yazıram. Qısa yol. Qısa yolun ikinci adı shortcut və Azərbaycan dilində bunun digər adı yarlıq. Yəni, üç adını görə bilərsiniz. Ya qısa yol, ya shortcut, ya yarlıq. Qısa yolun özünün həcmi təxminən götürülür 1 kilobayt. Yəni, qısa yolun həcmi 1 kilobayta yaxın olur. Həmişə 1 kilobayt olmur. Ha, daha az da ola bilər. Məsələn, gəlin baxaq. Bizim burada Python tapşırıqlara baxın. Bu qovluğun həcminə baxaq. Üzərində sağ düyməni vururuq. Gəlirik properties əmrinə, xüsusiyyətlərə. Baxın, burada açılır. Buradan bu detallara ekran sizlə paylaşmışam deyə çox yerə daxil ola bilmirəm. Generala daxil olaq. Yox, gəlmədi. Bunun gəlməməyin səbəbi əslində bu qovluğun əslinin kompüterimdə olmamasıdır. Silmişəm kompüterdən. Ona görə gəlin, baxın, Bandicama baxaq. Properties'i vururam. Baxın, müəllimlər. Burada bunun həcminə görürsünüz nə göstərir? Deyir ki, ölçüsü, size ölçüsü də 841 baytdır. 1 kilobaytımız 1024 bayt deyilmi?
841 baytımız da heç 1 kilobayt etmir. Amma bu proqramın özünün həcmi daha çoxdur. Yəni ona görə proqramın qısa yolunu burada yaradırıq. Yəqin ki, qısa yol sizə aydın oldu. Elə müəllimlər? Bəli. Aydındır. Bəli. Əla. Onu çox İndi istifadə edirik. bəli, lap gözəl. İndi müəllimlər, qısa yolu yaratmağın növləri necə yarada bilərik? Birincisi, faili belə götürüb sürüşdürürük ha. Bunun özü bir texnologiyadır, bunun adı var. Failin sürüşdürülərək yerinin dəyişdirilməsinə drag and drop texnologiyası deyilir. Bunu qeyd edin, sonra davamını izah edin. Yazın. Failin sürüşdürülərək yerinin dəyişdirilməsi drag and drop üzrüsən texnologiyası adlanır. Bunu qeyd edin, bu tərifi və bu vacib tərifdir. İndi müəllimlər, əgər biz qısa yol yaratmaq istəyiriksə, o zaman faili və yaxud da qovluğu götürüb sürüşdürən zaman klaviaturadan baxın alt klavişini klikləməliyik. Alt klavişi kliklənəndə hələ buraxmamışam ha, faili sürüşdürən zaman baxın, faili sürüşdürən zaman sol düymə klikli halda alt klavişini vuranda deyir ki, bunun linkini desktopda yaradaqmı? Linki yəni bunun qısa yolunu. Baxın, mən bunun linkini desktopda yaratmağı seçsəm əgər bir dəqiqə gördünüz. Burada onun qısa yolları bir neçə dəfə yarandı. Mən görmədim, elə bildim yaranmadı. Bir neçə dəfə yaratmışam. Deməli, alt düyməsi bir də yenə qovluğu sürüşdürən zaman Ctrl-Shift klavişini klikləyəndə yenə də həmin qovluğun və yaxud da failin qısa yolu yaranır. Deməli, qısa yol yaratmağın klaviatura qısa yolları bunlardır. Bunu da gəlin lövhədə qeyd edeyim. Bununla da bugünkü dərsimizi yekunlaşdıraq. Deməli, müəllimlər, baxın, bir sürüşdürən zaman alt klavişini, bir də və ya Ctrl plus Shift klavişini klikləməliyik ki, obyektin qısa yolu yaransın. Qısa yol dedik, həcmi 1 kilobayt olur. Digər adı shortcut, digər adı yarlıqdır. Qısa formada keçidi təmin edir. Qısa yol haqqında əslində məlumatlar qaldı, amma bizim 3 dəqiqəmiz qalıb, çatdıra bilməyəcəm bu 3 dəqiqəyə. Ona görə dərsi yekunlaşdırmaq istəyirəm. Başa düşdünüzmü müəllimlər? Sualınız varmı?